Hər kəs salamlayıram. Biz dünən sizinlə belə danışmışdıq ki, bugün Fidan müəllimənin gözündə yaxşı müəllimə kimdir sualının cavabını birlikdə cavablandıracağıq. Yəqin ki, hamımızın ağlına ilk öncə gəlir ki, Fidan müəllimə deyəcək ki, yaxşı müəllimə müasir texnologiyalarla işləməyi bacaran müəllimədir. Bu yaxşı haldır əlbəttə ki, amma bu mənim kriteriyalarıma daxil deyil. Mən düşünürəm ki, ola bilər ki, sən ən müasir texnologiyalarla işləyəsən, amma sənin metodikan səhv olduğu üçün nəticələrin aşağı ola. Ola bilər ki, sən sadəcə təbaşir və lövhə ilə işləyəsən, amma o qədər gözəl metodikan ola ki, öyrətmən o qədər düzgün ola ki, sən çox yaxşı nəticələr əldə edə biləsən. Deməli, mənim üçün birinci müəllimənin metodikası gəlir. Başda metodika gəlir. Hətta müasir texnologiyalar demişkən, yadıma düşən bir əhvalatı sizə danışım. Günlərin bir günü sosial şəbəkələrdə belə baxıram və bir müəllimənin reklamı çıxdı qabağıma. Çox gözəl, yeni müasir kompüter, işıqlandırma, səsləndirmə, hətta otaqda işıqlandırmadan əlavə şamlar da var idi. Belə kənarda meditasiya musiqisi də ifa edirdi və müəllimə də kvadratik funksiyalar mövzusunu izah edirdi. Müəllimənin izahına heç bir sözüm yoxdur. Düzünü deyim ki, orada özümü saxlaya bilməyib bir kommentariyada yazdım ki, siz meditasiya edə-edə riyaziyyatı öyrənirsiniz. Baxın, müəllimənin savadına heç bir şey deyə bilmərəm. Tanımıram ümumiyyətlə kim idi. Ola bilər ki, çox savadlı, çox gözəl müəllimədir. Əlindən gəldiyi qədər də müasir texnologiyalarla işləməyə çalışır. Amma o müəllimənin metodikası 100% səhvdir. Riyaziyyat bir idmandır. Riyaziyyat beynin idmanıdır. Meditasiya edə-edə, meditasiya musiqisi ilə riyaziyyat öyrənilməz. Bilirsiniz, açığı etiraf edeyim ki, məni yaxından tanıyan adamlar bilirlər ki, bəzən mən günorta yeməklərimi yemirəm. Bunun səbəbi də odur ki, özünüz də çalışan adamların böyük əksəriyyəti bilir. Günorta yemək yeyəndən sonra adama bir ağırlıq çökür. Belə həzin-həzin yatmaq istəyirsən. Və mən görəndə ki, mənim verimliliyim azalacaq, ona görə ya mütəmadi kofe içirəm, ya da günorta yemək yemirəm ki, enerjim yüksək olsun. Bilirsiniz, özünüz düşünün, müəllimə yatandan sonra orada heç bir şagirdi tərpətmək olmayacaq. Yəni, birinci, mənim üçün yaxşı müəllimin özünün metodikası olmalıdır və ona uyğun dərs keçməlidir. İkinci vacib məsələ, hesab eləyirəm ki, bilirsiniz, savad termini indi məncə dəyişibdir. O qədər müasir dövrdə yaşayırıq ki, məncə axtarılan sualın cavabını biz müxtəlif sosial şəbəkələrdə, müxtəlif proqramlarda, süni intellekt proqramlarında, yəni axtardığım sualın cavabını biz çox rahat tapa bilərik. Misal üçün, öncələrdə belə idi ki, hansısa bir çətin sualı, hansısa bir müəllim həll eləyəndə deyirlər ki, filan müəllim savadlı müəllimdir. İndi məncə o termin biraz adiləşib. Yəni, istənilən öz üzərində çalışan müəllimə, təcrübəsi olan müəllimə, yəni mən açığı öz kateqoriyamda olan müəllimlər nəzərdə tuturam ki, illərlə bu işlə məşğul olmuş müəllimələr üçün vacib məsələ savad çox da deyil, çünki onsuz da bunlar bu proqramı tətbiq edə-edə bunu onsuz da bilirlər. Vacib məsələ öyrətməkdir. Bildiyini şagirdə öyrətməkdir. Bunu verməkdir, öyrədə bilmək qabiliyyətidir. Baxın, uşaqların çox tez-tez ifadə etdiyi filan müəllimdən qorxuruq termininin kökündə oyadır ki, uşaq müəllimə sualı ikinci dəfə verməyə çəkinir. Çünki müəllimənin verəcəyi reaksiyadan qorxur. Bildiyini öyrədən müəllim ikinci sıralamamdadır mənim ki, hansı ki çox vacib kriteriya hesab edirəm və 3, hətta bəlkə 3-dən də öncə bunu ilk sıralara qoyardım. Nizam, intizam, bir də peşəni sevmək. Nizam, intizam, davamlılıq, məsuliyyət hissi, bu məncə təkcə müəllimlikdə deyil, bütün peşələrdə çox vacibdir. Özünüz düşünün, dərs keçirsən, sənə zəng gəlir və sən gedib 15 dəqiqə telefonla danışırsansa, burada artıq sənin verimliliyin düşür, nizam, intizam azalır və yaxud da sabah dərsimiz var. Uşaqlar, mənim işim çıxdı, bu dərs olmayacaq. Təbii ki, istisnalar ola bilir, amma mütəmadi
olmadı. Bunları edən müəllimlər məncə yaxşı müəllim sayıla bilməzlər. Qısa videolar demişdim, 5 dəqiqə oldu. Sabah sizinlə pis şagird mövzusunda danışarıq.